Salam, hər vaxtınız xeyir uşaqlar. Bugün sizə funksiyanın böhran nöqtəsi, funksiyanın artma və azalma aralıqları, ekstremum nöqtələri, ən böyük və ən kiçik qiymətləri bölməsinin testlərini izah edəcəm. Baxaq birinci suala. Funksiyanın ən kiçik qiymətini tapın. Birinci törəməni tapıb sıfıra bərabər edirik. Olur 2x üstəgəl 6 bərabərdir 0, 2x bərabərdir -6, x bərabərdir -3. X -3 olanda bu funksiya ən kiçik qiymət alır. Ona görə gətirək funksiyada yerinə yazaq. Olur -3'in kvadratı 6 vuraq -3. Cavab oldu 9 çıxaq 18 bərabərdir -9 A variantı. İkinci suala baxaq. Deməli, yenə funksiyanın ən kiçik qiymətini soruşur. Törəməni tapıb sıfıra bərabər edirik. 2x üstəgəl 4 bərabərdir 0. 2x bərabərdir -4. X bərabərdir -2. X-in -2 qiymətində bu funksiya ən kiçik qiymət alır. Yerinə -2 yazırıq. Olur nə? 4 çıx 8 -4 Y variantı. Üçüncü suala baxaq. Böhran nöqtəsi törəmənin sıfıra bərabər olduğu, ümumiyyətlə bir də törəmənin heç olmadığı qiymətlərdir. İndi bizə deyir, böhran nöqtəsini tap. Burada böhran nöqtəsinin törəmənin sıfıra bərabər olduğu qiymətləri götürürük. Olur x-in kubu çıxaq 27x bərabərdir 0. O da oldu 3x kvadratı çıxaq 27 bərabərdir 0. 3x kvadratı bərabərdir 27. X kvadratı bərabərdir 9. X bərabərdir müsbət -3 B variantı. Dördüncü sualda da funksiyanın böhran nöqtəsini soruşur. Törəməni tapıb sıfıra bərabər edirik. X kvadratın törəməsi oldu 2x. 2x'in törəməsi oldu 2 bərabərdir 0. 2x bərabərdir -2. X bərabərdir -1 D variantı. Beşinci sual. Beşinci sualda deyir ki, qrafiki verilmiş funksiyanın AB intervalında neçə minimum nöqtəsi var? Biz dedik ki, müsbətdən mənfiyə doğru keçərsə maksimum nöqtə, mənfidən müsbətə doğru keçərsə minimum nöqtə. Deməli, bu funksiyanın minimum nöqtələri bunlardır. Bir minimum. Minimum nöqtəsinin biri bu, digəri bu, bir də bu. 3 dənə bunun minimum nöqtəsi var. A variantı. 6-cı sualda ekstremum nöqtəsi sayılır. Ekstremumu soruşur daha doğrusu. Ekstremum nöqtə, maksimum və minimum nöqtələr bir yerdədir. Yəni, maksimum və minimum nöqtələr bir yerdə ekstrem nöqtə adlanır. Bunun 1, 2, 3, 4, 5, 6, 7, 8. Maksimum və minimum nöqtələrinin birgə sayı 8'dir. 8 dənə bunun ekstrem nöqtəsi var. B variantı. 7-ci suala baxaq. Funksiyanın böhran nöqtəsini tapın. Böhran nöqtəsi yenə törəməni sıfıra bərabər götürürük. Olur 6'da 1 vur 2x. Çıxaq 4'də 1 bərabərdir 0'a. O da oldu 3'də 1 x bərabərdir 4'də 1. X bərabərdir 4'də 3. Yəni 0,75 B variantı. 8-ci suala baxaq. Funksiyanın böhran nöqtəsini soruşur. Yenə törəməni tapıb sıfıra bərabər götürürük. O da oldu 4'də 1 vuraq 2x. Çıxaq 5'də 1 bərabərdir 0. 2'də 1 x bərabərdir 5'də 1. 5x bərabərdir 2. X də bərabərdir 2 böl 5. 0,4 B variantı. Sonra 9-cu suala baxaq. Bizə deməli funksiya verib, bunun böhran nöqtəsini soruşur. Birinci sadələşdirək, mötərizənin daxilına vuraq açaq. Böhran nöqtəsini tapmaq üçün törəməni tapıb sıfıra bərabər götürək. Bu funksiyanın törəməsi elə özünə bərabərdir. Bir də mürəkkəbli deyə qüvvətdən törəmə tapırıq. O da olur 6x çıxaq 5 bərabərdir 0. Hasil sıfıra bərabərdirsə vuruqları ayrı-ayrı sıfıra bərabər götürürük. 3x kvadrat çıxaq 5x bərabərdir 0. Bu funksiya 0 olmur. 6x çıxaq 5 bərabər 0. 6x bərabərdir 5. X də bərabərdir 6'da 5. 10-cu suala baxaq. Funksiyanın böhran nöqtəsini soruşur. Fx bərabərdir x kvadratı vuraq ln x. Böhran nöqtəsi törəmənin sıfıra bərabər olduğu nöqtədir. Bunu da hasilin törəməsi kimi tapırıq. X kvadratın törəməsi 2x vuraq ln x. Deməli, birincinin törəməsi vuraq ikinci, üstə gələk ikincinin törəməsi. ln x-in törəməsi 1 bölü x-dir. Vuraq x kvadratı bərabərdir 0. 2x vuraq ln x, üstə gələk x bərabərdir 0. X-i ortaq vuruq çıxardırıq. 2 ln x üstə gəl 1 bərabərdir 0. X bərabərdir 0. 2 ln x bərabərdir -1. ln x bərabərdir -2'də 1.
x bərabərdir y üstü mənfi 2-də 1 yaza bilərik. O da olar 1 bölü y üstü 2-də 1. Bu tənliyin 2 kökü var, amma 0 götürmürük. Çünki loqaritmada elin altı 0-a bərabər ola bilməz. Ona görə cavab 1 böl y üstü 2-də 1. O da yəni 1 böl kökü altında y D variantı. 10-cu suala baxaq. Daha doğrusu 11-ci suala baxaq. Bizdən deyir ki, f(x) bərabərdir x vuraq ln x funksiyasının artma intervalına daxil olan ən kiçik ədəd tapın. Artma intervalı törəmənin 0-a bərabər olduğu, daha doğrusu 0-dan böyük olduğu intervaldır. Lakin orada başlanğıc nöqtəni də götürürük. Elə ona görə bir dəfəlik törəmə böyük bərabər 0 götürək əldə edək. Artma intervalı deyəndə. İndi bunun törəməsi nədir? Birincinin törəməsi vuraq ikinci. Üstə gələk ikinci ifadənin törəməsi vuraq birinci. Bu da böyük bərabərdir 0. Bu da oldu ln x üstə gələk 1 bölü x vuraq x böyük bərabər 0. Ln x üstə gəl 1 böyük bərabər 0. Ln x böyük bərabərdir mənfi 1. X böyük bərabərdir y üstü mənfi 1. Buradan da x böyük bərabərdir y-də 1. Y-də 1 təqribən 2 tam nə qədərdir? 2 tam %71. Bunu da 1'i 2 tam %71'e böləndə 0 tam nə qədər salınır? 0 tam nə qədərsən böyük olan ən kiçik ədəd elə 1'dir. A variantı. İrrasionel ədəd alınır burada. Sonra 12'ye baxaq. Yenə azalma aralığı. Elə bunun azalma aralığı törəmənin 0-dan kiçik olduğu nöqtədir. Bir də törəmənin 0-a bərabər olduğu nöqtəni götürürük. Başlanğıc nöqtədir. Gəlin onu ümumiləşdirək. Törəmə kiçik bərabər 0 götürək. Amma əslində ayrı-ayrı yazmalıyıq. O da oldu nə? Mənfi x-in törəməsi vuraq ln x. Üstə gələk ln x-in törəməsi vuraq mənfi x. Kiçik bərabərdir 0. Mənfi ln x çıxaq x vuraq 1 bölü x kiçik bərabər 0. Mənfi ln x kiçik bərabərdir 1. Ln x böyük bərabərdir mənfi 1. Mənfiyə vurduq, işarəni dəyişdik. X də böyük bərabərdir y üstü mənfi 1. Y-də 1. Yenə y-də 1-dən böyük olan ən kiçik ədəd elə 1'dir. O da oldu A variantı. 13-cü sualda deyir ki, deməli, modul funksiyanın ekstrem nöqtəsini soruşur. Modul funksiyanın ekstrem nöqtəsi elə modulun 0-a bərabər olduğu nöqtədir. Ona görə 3x çıxaq 15'i 0-a bərabər edirik. 3x oldu 15, x də oldu 5, y variantı. Sonra 14-cü suala baxaq. Fx funksiyası verilmiş aralıqda diferensiyalanandır və A bərabər deyil 0 həqiqi ədəddir. Şərtlərdən hansı ödənilsə, bu həmin funksiya, yəni gx funksiyası A vuraq fx funksiyasına bərabərdir. Həmin aralıqda artan olar. Biz dedik funksiya artandırsa, bu 0-dan nə olmalıdır? Artan funksiyanı 0-dan böyük götürürük. Yəni c'nin törəməsi x böyük olmalıdır 0-dan. Burada A parametrdir, olduğu kimi qalır, yəni əmsaldır törəməni tapanda. Fx-in törəməsi olur f'(x). Bu 0-dan böyük olmalıdır. 0-dan böyük olmaq üçün bundan ya hər ikisinin işarəsi müsbət olmalıdır, ya hər ikisinin işarəsi mənfi olmalıdır. Bizə də hər ikisinin işarəsi mənfi olduğu veribdir, Y variantı. Sonra baxaq 15-ci suala. 15-ci sualda yenə fx funksiyası verilmiş aralıqda diferensiyalanandır. A bərabər deyil 0 həqiqi ədəddir. Şərtlərdən hansı ödənilərsə, gx bərabərdir A vuraq fx. Həmin aralıqda azalan olar. Əgər funksiya azalandırsa, törəmə 0-dan kiçikdir. Bunun törəməsini necə tapırıq? Bu A parametrdir, həm də əmsalda olduğu kimi qalır. F'in törəməsi də oldu f'(x). 0-dan kiçik. Bu hasilin 0-dan kiçik olmaq üçün A müsbət olsa f'(x) mənfi olmalıdır və yaxud birinci mənfi olsa ikinci müsbət olmalıdır. Birinin müsbət digərinin mənfi olduğu 15'də A variantıdır. İşarələr müxtəlif olan. 15 oldu A. 16-cı suala baxaq. Artma aralığı törəmənin 0-dan böyük olduğu aralıqdır. Bir də törəməni 0-a bərabər götürürük. Başlanğıc nöqtə kimi. Elə gəlin bizdə birbaşa törəmə böyük bərabər 0 götürək. 4x çıxaq 12 böyük bərabər 0. 4x böyük bərabərdir 12. X də böyük bərabərdir 3. 3 və 3-dən böyük ədədlər oldu. Buradan A variantı. Sonra 17-ci suala baxaq. Azalma aralığı törəməni kiçik bərabər 0 götürək. O da oldu 6x çıxaq 18 kiçik bərabər 0. 6x kiçik bərabərdir 18. X də kiçik bərabərdir 3. Mənfi sonsuzluqdan 3'ə kimi bu oldu B variantı.
18-ci suala baxaq. Yenə azalma aralığı soruşur. Törəmə kiçik bərabər 0 götürək. Y üstü mənfi x-in törəməsi y üstü mənfi x özü qalır. Bir də mənfi x-ə vuracaq. Bir də mənfi x-in törəməsini tapıb kiçik bərabər 0 götürək. Birincinin törəməsi olur mənfi 3 vuraq y üstü mənfi x. Niyə belə oldu? Y üstü mənfi x olduğu kim qaldı? Bir də mənfi x-dən törəmə tapırıq. Buradan da 3x-in törəməsi oldu 3, kiçik bərabər 0. Alındı nə? Mənfi 3 vuraq y üstü mənfi 2x kiçik bərabərdir 3. Mənfiyə vurduq, işarəni dəyişdik. 3 vuraq y üstü mənfi x böyük bərabərdir mənfi 3. Y-in üstü mənfi x böyük bərabərdir mənfi 1. Bu da 1 böl y üstü 3x böyük bərabərdir mənfi 1. Bu biri, bu y üstü 2x buradan alınan qiymətlər həmişə müsbət olur. X-in istərsən müsbət qoy, istəyirsən mənfi qoy. X-in istənilən qiymətində buradan alınan cavab müsbət olur. Ona görə də burada deməli bizə deyir ki, bu bərabərlik x-in istənilən qiymətində ödəyir. Cavab olur mənfi sonsuzluqdan müsbət sonsuzluğa. 19-cu suala baxaq. Azalma aralığı soruşur. Azalma aralığı törəmə kiçik bərabər 0 götürək. Y üstü mənfi 5x-in törəməsi mənfi 5 vuraq y üstü mənfi 5x. Səbəbi də mənfi 5x-dən yenidən törəmə tapdıq. 5x-in törəməsi də 5 oldu. Kiçik bərabərdir 0. Mənfi 5 vuraq y üstü mənfi 5x kiçik bərabərdir 5. Bu da y üstü mənfi 5x böyük bərabərdir mənfi 1. Bu da 1 bölək 5 üstü y üstü 5x böyük bərabərdir mənfi 1. Ona görə də yenə istənilən qiymətin bu bərabərliyi ödəyir. Ona görə də cavab olur mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Cavab oldu D variantı. Çünki x-ə nə qiymət qoyuruq qoyaq, mənfi də müsbət də 0-da, hamısı mənfi 1-dən böyük olur. Biz əslində törəmənin azalma aralığı deyir ki, törəmə 0-dan kiçikdir, bir də törəmə 0-a bərabər də götürüyor başlanğıc nöqtə olaraq. Amma burada bərabərlik ödəmir, çünki buradan mənfi 1-ə bərabər qiymət ola bilməz. Ona da diqqət yetiririk. 20-ci suala baxaq. A parametrin hansı qiymətində y bərabərdir x kubu üstə gələk 3x kvadratı ax minus 1. Funksiyasının böhran nöqtəsi yoxdur. Böhran nöqtəsi yoxdursa, biz böhran nöqtəsi törəmənin 0-a bərabər olduğu nöqtə deyirik. Bunun böhran nöqtəsi olur 3x kvadrat üstə gəl 6x plus a. Bərabərdir 0. Amma böhran nöqtə yoxdursa demək ki, bu kvadrat tənliyin kökü yoxdur. Bu kökü yoxsa diskriminant 0-dan kiçik götürür. Olur 36 çıxaq 4 vur 3 vur a kiçikdir 0-dan. Mənfi 12 a kiçikdir mənfi 36. A da böyükdür 3. 3-dən müsbət sonsuzluğa. Cavab oldu D variantı. 21-ci sualda da yenə deyir böhran nöqtəsi yoxdur. Törəməni tapırıq. 3x kvadratı çıxaq 12x daha üstə gələk. Çıxaq 4a bərabər 0. Bunun diskriminantını 0-dan kiçik götürürük. Bu da olur nə? 144 üstə gələk 4 vur 4 vur 3a kiçikdir 0-dan. O da 48a kiçikdir mənfi 144-dən. A da kiçikdir mənfi 3-dən. O da oldu mənfi sonsuzluqdan mənfi 3-ə B variantı. 22-ci sualda azalma aralığı törəmə kiçik bərabər 0 götürürük. 2x üstə gəl 6 kiçik bərabər 0. 2x kiçik bərabərdir mənfi 6. X də kiçik bərabərdir mənfi 3. Cavab oldu mənfi sonsuzdan mənfi 3-ə D variantı. Sonra 23-cü sualda azalma aralığı yenə törəmə kiçik bərabər 0 götürək. 2x üstə gəl 12 kiçik bərabər 0. 2x kiçik bərabərdir mənfi 12. X də kiçik bərabərdir mənfi 6. O da mənfi sonsuzdan mənfi 6-ya D variantı. 24-cü suala baxaq. Deməli, yenə funksiyanın azalma aralığı törəmə kiçik bərabər 0. 2x üstə gəl 10 kiçik bərabər 0. 2x kiçik bərabərdir mənfi 10. X də kiçik bərabərdir mənfi 5. Mənfi sonsuzluqdan mənfi 5 olur. O da A variantı. 25-ci suala baxaq. Azalma aralığı törəmə kiçik bərabər 0. 2x üstə gəl 8 kiçik bərabər 0. 2x kiçik bərabərdir mənfi 8. X də kiçik bərabərdir mənfi 4. Cavab mənfi sonsuzdan mənfi 4-ə B variantı olur. Sonra 26-cı suala baxaq. Deyir ki, ən kiçik qiyməti biz sizə demişdik də x kvadratı çıxaq kökü altında x üstə gəl 1. 0-1 parsasında ən kiçik qiyməti tapın. Ən kiçik qiyməti tapma üsulunu demişdik. Ən kiçik qiymət törəmənin 0-a bərabər olduğu qiymətdir. Bu olur 4x çıxaq 1 bölək kökdə 2 kökdə x bərabər 0. 4x bərabərdir 1 bölək 2 kökdə x. 8x və yaxud da bunu gəlin kvadrata yüksəldək.
16x kvadratı bərabərdir 4x-də 1. Çarpaz vurduq 64x kubu bərabərdir 1. X kubu bərabərdir 64-də 1. X də bərabərdir 4-də 1-ə. Deməli, ən böyük ən kiçik qiymət necə tapırıq? Törəməni tapdıq, sıfıra bərabər etdik. Aldığımız qiymət verilən aralığa baxırıq. O aralıqda ödəyir, ödəmir. Baxırıq ki, 4-də 1, 0-1 arasında ödəyir. Yəni, bu 0-1 arasında yerləşir. Bu funksiyanın ən kiçik qiymətini tapmaq üçün bir-bir verilənləri tənlikdə yerinə yazırıq. Bir dəfə yazırıq x vuraq 16-da 1, çıxaq kök altında 4-də 1, üstəgəl 1. Bu oldu 8-də 1, çıxaq 2-də 1, üstəgəl 1. Bundan da ortaq məxrəc 8-i götürdük. 1 çıx 4 üstəgəl 8 oldu 8-də 5. Bir dəfə 0 yazırıq yerinə. 2 vur 0 çıxaq 0 üstəgəl 1. Cavab oldu 1. Bir dəfə də yerinə 1 yazanda 2 vur 1 çıxaq 1 üstəgəl 1. Cavab oldu 2. Bizdən də ən kiçik qiymətini soruşur. Sonra aldığımız cavabların içərisinə baxırıq. Hansı kiçikdir? Görürük 8-də 5 kiçikdir. 27-ci suala baxaq. Deməli 27-də nədir? Y bərabərdir 2x kvadratı çıxaq kökdə x üstəgəl 2 funksiyasının 0-1 parçasında ən kiçik qiymətini tapın. Deməli, ən kiçik qiymət tapmaq üçün törəməni tap 0-a bərabər edirik. Olur 4x çıxaq 1 bölü 2 kökdə x bərabərdir 0. 4x bərabərdir 1 bölü 2 kökdə x kvadrata yüksəltdik. 16x kvadratı bərabərdir 4x-də 1. 64x kubu bərabərdir 1. X kubu 64-də 1. X də bərabərdir 4-də 1-ə. 4-də 1 bu aralıqda yerləşdiyinə görə 0-1 arasında. Ona görə 4-də 1-i də verilən tənlikdə yerinə qoyub yoxlayırıq. Olur 2 vuraq. 4-də 1-in kvadratı çıxaq kök altında 4-də 1 üstəgələ 2. O da 2 vuraq 16-da 1 çıxaq 2-də 1 üstəgələ 2. 8-də 1 çıxaq 2-də 1 üstəgələ 2. O da oldu 8-də 1 çıx 4 üstəgəl 16. O da oldu 8-də 13. Bir dəfə də yerinə bu birinci. İkincidə bir dəfə yerinə yazırıq 0. Y bərabərdir 2 vuraq 0 çıxaq kökdə 0 üstəgələ 2 alındı 2. Bir dəfə də yerinə yazırıq 1. Y bərabərdir 2 vuraq 1 kök altında 1 üstəgələ 2. 2 çıx 1 üstəgələ 2 bu da oldu 3. Bizdən ifadənin ən kiçik qiymətini soruşur. Cavab oldu 8-də 13. Çünki o 1 tam 8-də 5 deməkdir. 28-ci suala baxaq. Deməli, y bərabərdir x kubu üstəgələk 3x kvadratı funksiyasının minimum nöqtəsini tapın. Minimum nöqtəni necə tapırıq? Birinci funksiyanın törəməsini tapıb 0-a bərabər edirik. Olur 3x kvadrat üstəgəl 6x bərabər 0. Tənliyin köklərini tapırıq. Köklərindən biri oldu 0. Digəri oldu -2. Ədəd oxu çəkirik. -2 və 0-ı yerini qoyuruq. Sonra yoxlayırıq. -2-dən kiçik qiymət qoyuruq. Olur məsələn -3. Funksiyada yerinə -3 yazırıq. -3-ün kvadratı 6 vur -3. O da 9 vur 3 27. 27-dən 18 çıxanda 9. Bura müsbət ədəddir. -2 ilə 0-ın arasında -1 yazırıq yerinə törəmədə. -1-in kvadratı 6 vur -1. O da oldu nə? 3 çıxaq 6 cavab oldu -3. 0-dan böyük bir qiymət qoyaq. Tutaq ki 1. Oldu nə? 3 vur 1-in kvadratı 6 vur 1. O da oldu 9. Bu da müsbət. İndi bizə deyir ki, baxın biz dedik ki müsbətdən mənfiyə doğru keçərsə maksimum nöqtə, mənfidən müsbətə doğru keçərsə bu minimum nöqtə. Deməli bu funksiyanın maksimum nöqtəsi -2, minimum nöqtəsi 0-dır. Əgər sizdən funksiyanın maksimumu desəydi, onda aldığımız qiyməti funksiyada yerinə yazardıq. 28 ilə 29 eyni sualdır. 28-də funksiyanın minimum nöqtəsini soruşur. Cavab oldu 0. 29-da da maksimumu soruşurdu. Cavab oldu -2. 29-da deməli cavab D. 28-də D. 29-da -2 Y variantı. 30-cu suala baxaq. Funksiyanın artma aralığını soruşur bizin. Artma aralığı törəmə böyük bərabər 0. O da oldu nə? 2x çıxaq 2 böyük bərabər 0. 2x böyük bərabərdir 2. X də böyük bərabərdir 1. 1-dən müsbət sonsuzluğa B variantı. 31-ci suala baxaq.
Deməli, qrafiklərdən hansı bütün ədəd oxunda f(x) kiçikdir 0 şərtini ödəyən y bərabərdir fx funksiyasının qrafik ola bilər. Biz deyirik ki, əgər törəmə 0-dan kiçikdirsə, deməli bu funksiya azalandır. İndi bunların içərisində hansının azalan olduğunu tapmaq lazımdır. O da baxırıq ki, B variantıdır. Niyə? Çünki y bərabərdir kx plus b funksiyasında xətti bucaq, deməli baxın, iti bucağın müsbət istiqamətli kör bucaq əmələ gətirib. O da məlum məsələdir ki, k 0-dan kiçikdir. Sonra baxırıq 32-ci suala. Deməli, y bərabərdir. Sürətdə 1 məxrəcdə x kvadrat üstə gələk 2x üstə gələk 10. Funksiyasının ən böyük qiymətini tapın. Baxın, bir kəsirin nə qədər böyük olduğunu müəyyən etmək üçün onun məxrəcinə baxırıq. Kəsirin məxrəci nə qədər böyüyərsə, onun qiyməti o qədər kiçilmiş olar. Yox, kəsirin məxrəci nə qədər kiçilərsə, həmin kəsirin qiyməti böyüyür. Məsələn, deyək ki, 2də 1 kəsiri böyükdür, yoxsa 4də 1? Təbii ki, 2də 1 kəsiri. Deməli, məxrəcin kiçik qiymətində funksiya daha böyük qiymət alır. Ona görə də biz bu kəsirin məxrəcinin ən kiçik qiymətini tapacağıq. Yəni, x kvadrat üstə gəl 2x üstə gələk 10-un ən kiçik qiymətini tapaq. Bu ən kiçik, ən böyük qiyməti tapmaq üçün biz dedik ki, törəməni tapıb 0-a bərabər edirik. Sonra aldığımız qiyməti verilən funksiyada yerinə yazırıq. Olur nə? Mənfi 1-in kvadratı 2 vuraq, mənfi 1 üstə gələk 10. O da oldu 1 çıxaq, 2 üstə gəl 10, cavab oldu 9. Deməli, məxrəcin ən kiçik qiyməti 9-dur. Bu da olur 9-da 1. Cavab oldu C. 33-cü suala baxaq. Gəlin şəkili çəkək. İndi deyir ki, y bərabərdir fx funksiyasının qrafiki verilmişdir. Verilənlərdən hansı yanlışdır? Gəlin baxaq görə nə verilib. Deyir, f törəmə -3 0-dan böyükdür. Baxın, 0-dan böyükdürsə, deməli -3-də funksiya artmalıdır. İndi baxaq, bu artır yoxsa azalır. -3, -5 ilə -2-nin arasında yerləşir. Funksiya həmin istiqamətdə görürsünüz, artır. Deməli, -5-də -2 aralığında funksiyanın qiyməti artır. Birinci doğrudur. İkinci B variantına baxaq. -4-dən yenə böyük 0-dan. Yəni, f -4-də də B variantında da artır. Çünki törəməni 0-dan böyük verib. Bu da artır. Onda bu da artırsa, doğrudan da -4 ilə -5 ilə -2 aralığındadır. Ona görə bu funksiya artır. f2 0-dan böyükdür. Baxaq görə f2 0-dan böyükdürmü? f2. 2 1 ilə 3-ün aralığındadır. O 1-dən 3-ə qədər görürsünüz funksiya aşağı düşür, azalır. Ona görə f2 0-dan kiçik olmalıydı. Amma burada nə verib? Böyük verib. Bu deməli yanlışdır. Bizə lazım olan cavab C variantıdır. D variantını yoxlayaq. f -1 0-dan kiçikdir. f -1 baxırıq ki, bu aralıqdadır. -2-dən sonradır. 0-dan kiçikdirmi? Bəli, görürsünüz, bu aşağıya doğru düşür. Baxın, f -1-də bu azalmağa doğru gedir. Düz -1-də, -2-də -1 aralığında bu funksiya neyinir? Azalır. Bu doğrudur. f 4,7 0-dan kiçikdir. 4,7 də 4-dən böyük 5-dən kiçikdir. Doğrudan da 4-dən 5-ə qədər neyinir bu funksiya? Azalır. Bu da 0-dan kiçik verir. Biz dedik ki, törəmə 0-dan kiçiksə funksiya azalır. Törəmə 0-dan böyükdürsə funksiya artır. Baxaq 34-cü suala. Deməli, burada cavab C oldu. Burası yazaq. 34. Yenə deyir funksiyalardan hansı yanlışdır? Baxın, f 0,8 0-dan kiçikdir. f 0,8, gəlin buradan şəklin üzərində göstərək. Baxaq, 0,8 0,1 arasında yerləşir və funksiya görürsünüz azalır. Bu doğrudur. Sonra f törəmə, bu variantı doğrudur. B variantına baxaq. F törəmə 2,5 0-dan böyükdür, yəni artır. 2,5 2-dən böyük, 3-dən kiçik qiymətdir. Baxırıq ki, 3 aralığında bu funksiya neyinir? Yuxarıya doğru artır. Bu da doğrudur. Üçüncü C variantı f -3 0-dan böyükdür. Şəkilə baxaq. -3, -4 ilə -2 aralığında yerləşir. Funksiya görürsünüz yuxarıya doğru artır. Bu doğrudur. D variantına baxaq. F -1 0-dan böyükdür. F -1 0-dan kiçik olur. Niyə? Baxın, bu şəkilə baxanda görərik. -1, -2 ilə müsbət 1 aralığındadır və bu aralıqda bu funksiya görürsünüz aşağıya doğru azalır. Amma bu necə veribdir bunun? Törəməsini
sıfırdan böyük verib, artan kimi verib. Amma şəkildə baxırıq ki, o azalan funksiyadır. Ona görə doğru cavab D variantıdır. 35-ci suala baxaq. Deyir, AB parçasında kəsilməz. AB intervalında diferensiyallanan fx funksiyasının törənməsinin qrafiki verilmişdir. Funksiyanın minimum nöqtələrinin cəmini tapın. Biz deyirik ki, mənfidən müsbətə keçirsə minimum nöqtə, müsbətdən mənfiyə keçirsə maksimum nöqtə olur. Onu necə göstərək? Baxın, tutaq ki, başqa bir qrafik üzərində göstərim. Belə bir qrafik var. Bura mənfi hissədir, bura müsbət hissə. Mənfi hissə ilə müsbət hissənin keçidində birləşmə hissəsi var. Bu nöqtə nədirsə o minimumdur. Yenə mənfidir, yuxarı müsbətdir. Bura minimumdur. Mənfidir, yuxarı müsbətdir. Bunlar minimum nöqtələrdir. Maksimum nöqtələr isə müsbətdən mənfiyə keçiddir. Baxın, müsbətdən mənfiyə keçib. Bu nöqtəni maksimum götürəm. Müsbətdən mənfiyə keçib. Bu nöqtəni maksimum götürəm. Bu şəkildə buna bənzərdir. Baxın, deyir ki, bu aşağı hissəyə mənfi yazsaq, yuxarı olur müsbət. Sonra bunun yuxarısında bir yenə müsbətdir, aşağı hissə olur mənfi. Bura müsbətdir, burada oldu mənfi. İndi biz baxırıq. Bizə minimumlar soruşur. Mənfidən müsbətə keçidləri soruşur. Mənfidən müsbətə keçidin biri budur, mənfi 9. Mənfidən müsbətə keçidin biri budur, 0. Mənfidən müsbətə burada müsbətdir də. Mənfidən müsbətə keçidin biri də oldu, 5. Ona görə yazırıq mənfi 9 üstə gəl 0 üstə gəl 5. Cavab oldu mənfi 4. 36 da bənzər sualdır. Baxın. İndi bizdən burada 36-da maksimum nöqtələr soruşur. Maksimum nöqtələr müsbətdən mənfiyə keçid hissələrdir. Deməli, müsbətdən mənfiyə baxırıq. Biri mənfi 2-dir. Müsbətdən mənfiyə digəri 3-dür. Başqa müsbətdən mənfiyə yoxdur. Bunların da cəmi oldu 1. D variantı. Burada da C. 37. Demək, fx bərabərdir. 3 vuraq 3-ün üstü x. Üstə gələk 2 vuraq 3-ün üstü mənfi x. Funksiyasının azalma aralığını tapın. Azalma aralığı dedik ki, törəmə kiçikdir 0. Başlanğıc nöqtə olaraq törəmənin 0-a bərabər olduğu nöqtəni götürürük. İndi bunun törəməsi nə oldu? 3 vuraq 3-ün üstü x vuraq ln 3. Üstə gələk 2 vuraq 3-ün üstü mənfi x vuraq ln 3 vuraq mənfi 1. Niyə mənfi 1? Çünki mürəkkəb deyə mənfi x-dən bir də törəmə tapdıq. Bunu da ümumiləşdirib kiçik bərabər 0 götürəcəm. Bu tənliyi sadələşdirib hamısını ln 3-ə bölsək, olur 3 vuraq 3-ün üstü x, mənfi 1-də orta işarəsi dəyişir. 2 vuraq 3-ün üstü mənfi x, kiçik bərabərdir 0. Bunu da yaza bilərik. 3 vuraq 3-ün üstü x, kiçik bərabərdir 2 vuraq 1 bölə 3-ün üstü x, mənfi d məxərcə düşdü. Bunu da çarpaz vursaq, olur 3 vuraq 3-ün üstü x vuraq 3-ün üstü x, kiçik bərabərdir 2. 3 vuraq 9-un üstü x kiçik bərabərdir 2. 9-un üstü x kiçik bərabərdir 3-də 2. Bunu da loqaritmik üslü tənlik kimi yazsaq, x kiçik bərabərdə olur. Loqaritma 9 əsasından 3-də 2. 9 da 3-ün kvadratı olduğuna görə olur 2-də 1. Loqaritma 3 əsasından 3-də 2. İşarəmiz də kiçik bərabər olduğuna görə mənfi sonsuzluqdan deməli olur nə? 2-də 1 loqaritma 3 əsasından 3-də 2. Bu da daxildir. Cavab oldu A. 38-ci suala baxaq. Funksiyanın artma aralığını soruşur. Törəmə böyük bərabər 0 götürək. Yenə törəmənin 0-dan böyük və 0-a bərabər qiymətini götürməli. Yəni onu da ümumiləşdirdik. Törəmə böyük bərabərdir 0. İndi bu funksiyanın törəməsini tapırıq. 2 vuraq 200x-in törəməsi 200x vuraq ln 2. Üstə gələk 3 vuraq 2-nin üstü mənfi x vuraq ln 2 vuraq bir də mənfi 1. Çünki mənfi x-dən bir də törəmə tapırıq. Böyük bərabər 0. Hamısını ln 2-yə vurdu, böldük. 2 vuraq 2-nin üstü x. 3 vuraq 2-nin üstü mənfi x vuraq mənfi 1. Mənfi 1 də buranın işarəsini dəyişsin də. Buranı silək yazaq mənfi. Böyük bərabərdir 0. Bunu da yaza bilərik. 2 vuraq 2-nin üstü x böyük bərabərdir. 3 vuraq 1 bölə 2-nin üstü x. Çarpaz vursaq 2 vuraq 2-nin üstü x vuraq 2-nin üstü x böyük bərabərdir 3. 2 vuraq 4-ün üstü x böyük bərabərdir 3. 4-ün üstü x böyük bərabərdir 2-də 3.
Bunu da yaza bilərik. X böyük bərabərdir. Loqaritma 4 əsasından 2-də 3. 4 də 2 üstü 2-də 2'nin kvadratıdır. O qarşı 2'də 1 keçir. Loqaritma 2 əsasından 2'də 3. O da böyükdür deyə cavab olur 2'də 1 loqaritma 2 əsasından 2'də 3'dən müsbət sonsuzluğa, yəni B variantı. 39-cu suala baxaq. Funksiyanın böhran nöqtəsini tap. Böhran nöqtəsi törəmənin sıfıra bərabər olduğu nöqtə və yaxud da törəmənin olmadığı nöqtədir. Burada törəmə var deyə bunun törəməsini tapıb sıfıra bərabər edirik. -2 sinus x bərabərdir sıfıra. -2 sinus x bərabərdir -1'ə. Sinus x bərabərdir 2'də 1'ə. Sinus da 2'də 1'i harda alır? -1 üstü n pi bölü 6 plus pi kada. Cavab oldu Y variantı. 40-cı suala baxaq. Yenə funksiyanın böhran nöqtəsini soruşur. Törəməni tapıb sıfıra bərabər edirik. X çıxaq. Bir dəfə törəməni tapaq. X-in törəməsi 1. Sinus x-in törəməsi 2 kosinus x. 2'nin törəməsi də 0'dır, bərabər 0'a. 2 kosinus x bərabərdir 1'ə. Kosinus x bərabərdir 1'ə, 2'də 1'ə. X də bərabərdir. Plus minus kosinusun düsturudur. Kosinus 2'də 1 alır pi bölü 3. Dövrü də 2 pi k. Cavab oldu D variantı. 40-cı sual sonuncu sualdır. Digər sualları növbəti videoda izah edəcəm. Sağ olun, salamat qalın.